Salam, hər vaxtınız xeyir əziz abituriyentlər. Mən ixtisas seçimi mütəxəssisi və tarix müəllimi Məhəmməd müəllim. Bu gün sizinlə ikinci qrup ixtisaslarından marketinq ixtisasını inceləyəcəyik. Ümumiyyətlə, gəlin marketinq ixtisasının nə olduğu ilə başlayaq. Marketinqin əsas məqsədi məhsulu və ya xidməti insanlara düzgün təqdim etmək, onların diqqətini çəkmək və satışın artmasına nail olmaqdır. Yəni, marketinq müştəri ilə şirkət arasında körpü rolunu oynayır. Əgər bir şirkət çox keyfiyyətli məhsul istehsal etsə belə, onu düzgün təqdim etməsə, təbii ki, satış edə bilməz. Yəni, məhz şirkətlərdə bu işi görmək üçün təbii ki, marketinq mütəxəssislərinə ehtiyac var. Bu ixtisası ümumiyyətlə bitirənlər bir çox sahələrdə işləyə bilərlər. Məsələn, banklarda, böyük şirkətlərdə, supermarket şəbəkələrində, turizm şirkətlərində, mobil operatorlarda və həmçinin bir sıra dövlət qurumlarında da bu sahə üzrə siz işləyə bilərsiniz. Eyni zamanda sosial media dövründə rəqəmsal marketinq olduqca populyarlaşıb. Həmçinin siz sosial media meneceri, rəqəmsal marketinq meneceri, brend meneceri, satış meneceri, reklam mütəxəssisi kimi vəzifələrdə də işləyə bilərsiniz. Ümumiyyətlə, hazırda marketinq sahəsi ilə bağlı iş imkanları həm ölkəmizdə, həm də xaricdə olduqca genişdir. Siz internetdə axtarış verərək marketinq sahəsi ilə bağlı həm ölkəmizdəki, həm də xaricdəki vakansiyalarla, iş elanları ilə tanış ola bilərsiniz. İndi isə gəlin ölkəmizdə marketinq ixtisasına hansı universitetlərdə yiyələnmək mümkündür, ona baxaq. Məsələn, dövlət universitetlərindən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və sair dövlət universitetlərində bu sahəyə siz yiyələnə bilərsiniz. Həmçinin özəl universitetlərdən Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Universiteti, Qərbi Kasp Universiteti, Xəzər Universiteti və sair özəl universitetlərdə də siz bu ixtisasa yiyələnə bilərsiniz. İndi isə gəlin keçən il 2025-ci ildə ikinci qrup üzrə marketinq ixtisası üzrə formalaşmış keçid ballarından bəzilərinə nəzər salaq. Məsələn, Azərbaycan Dövlət İqtisad Universitetində tədris Azərbaycanca marketinq ixtisası üzrə əyani formada ödənişsiz keçid balı 393,8 bal olaraq formalaşıb. Qiyabi formada ödənişsiz keçid balı 393,2, ödənişli keçid balı isə 249,4 bal olaraq formalaşır. Oğlan abituriyentlər ümumiyyətlə burada bir məsələdə diqqətli olmalıdırlar. Əgər siz qiyabi əsaslarla universitetə qəbul olsaz, bu zaman sizə hərbi xidmətdən möhlət hüququ verilməyəcək. Əyani təhsildə siz təhsilinizi bitirənə kimi sizə hərbi xidmətdən möhlət hüququ verilir. Lakin qiyabi təhsildə isə sizə hərbi xidmətdən möhlət hüququ verilmədiyi üçün siz universitetə daxil olduqdan sonra hərbi xidmətə çağırılacaqsınız və hərbi xidmətinizi başa vurduqdan sonra yenidən universitetə qayıdaraq təhsilinizi davam etdirə bilərsiniz. Digəri isə tədris dili türkcə olan marketinq ixtisasıdır Azərbaycan Dövlət İqtisad Universitetində. Ödənişsiz formada keçid balı 2025-ci ildə 383,6 bal olaraq formalaşıb. İndi isə keçirik Azərbaycan Neft və Sənaye Universitetinə. Azərbaycan Neft və Sənaye Universitetində isə tədris Azərbaycanca əyani formada ödənişsiz keçid balı 383,2 bal, ödənişli keçid balı isə 288,6 bal olaraq formalaşmışdır. Tədris ingiliscə keçid balları isə ödənişsiz formada 397,9 bal olaraq formalaşır. Digər bir universitet isə Azərbaycan Memarlıq və İnşaat Universitetidir. Tədris Azərbaycanca ixtisaslara nəzər saldıqda əyani formada ödənişsiz keçid balı 383,5 bal, ödənişli keçid balı isə 261,6 bal olaraq formalaşıb. Qiyabi formada ödənişli keçid balı isə 239,1 bal olaraq formalaşıb. Tədris ingiliscə keçid balı isə əyani formada ödənişsiz 384,7 bal, ödənişli formada isə 294,4 bal olaraq formalaşıb. Burada bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Tədris ingiliscə ixtisasları əgər abituriyent seçmək istəyirsə, bu zaman buraxılış imtahanından ingilis dili fənni üzrə minimum 40 bal toplamalıdır. Deməli, digər məsələ isə ondan ibarətdir ki, bəzən abituriyentlər ixtisas seçimi edərkən onları maraqlandıran məsələlərdən biri də odur ki, mən bu ixtisası bitirdikdən sonra bu ixtisas üzrə xaricdə də çalışa bilərəmmi? Məsələn, nümunə olaraq Almaniyaya nəzər salaq. Biz sizin təhsil aldığınız universitetin Almaniyada tanınıb tanınmadığına baxa bilərik və dolayısıyla həmin ixtisas üzrə sizin
diplomunuzun Almaniyada keçərli olub-olmamasına. Məsələn, Azərbaycan Dövlət İqtisad Universitetinin qarşısında burada H+ işarəsini görürük. Bu deməkdir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin diplomları Almaniyada tanınır. Və ya məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. Burada da gördüyünüz kimi universitetin qarşısında H+ statusu qeyd olunub. Bu da deməkdir ki, sizin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alacağınız diplom da o cümlədən Almaniyada tanınacaq. Digər qeyd etdiyimiz universitet də Memarlıq və İnşaat Universiteti idi. Həmçinin bu universitetin də qarşısında H+ statusu olduğunu görürük. Bugün sizə marketinq ixtisası haqqında məlumat verdim. Növbəti hansı ixtisas haqqında məlumat videosu çəkməyimi istəyirsinizsə, komment bölməsində qeyd edə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun.